Bax, bu ad qranatın mədrəsə, kəmşirin, kəmtuş çaxırıdır. Yəni, Suxoy çaxırıdır. Gözəl çaxırdır. Həqiqətən də sağ olsun ad qranat. Amma mən öz-özlüyümdə bir şey anlaya bilmədim ki, bunun üstündə 3 dənə heyvan şəkli var da. Bıq şəkli, qoç şəkli və donuz şəkli. Bu yəqin onu bildirir ki, 2 stəkan içdin, bıq kimi olursan. 2 stəkan da içirsən, qoç kimi olursan da, başlayırsan kəllə atmağa. Əgər əlavə bir 2 stəkan da dabaska versən içsən, başlayırsan donuz kimi ağlamağa. Yəqin ki, bu bunu bildirir. Mən belə başa düşdüm da. Yoxsa ki, bu şəkillərin burada olmasının mənasını başqa cür anlam verə bilmədim.